Böyle adam bilmir neden danışsın, neden başlasın, neden bitirsin. Çok da danışıp yormuyum, az da danışıp yormuyum. Demek bizim bir büyük savaşımız olmuş. Olub ve hamınız bunu bilirsiniz. Vətən müharibəsi deyək. Mənim nəzərimdə də bir çox aydının nəzərində birinci Qarabağ, ikinci Qarabağ, Aprel döyüşləri, 44 günlük savaş, bunlar yoxdur. Bizim nəzərimizdə vətən müharibəsi var. O müharibə ki 88-ci ildən başladı, 95-ci ildə biz istəmədən məğlubiyyət deməzdim. Mən ona məğlubiyyət deməzdim. Nəyə görə demirəm? Nəyə görə demirəm? Ona görə ki, o birinci birlər savaşdı, 90-cı illərdə ov tüfəngi ilə vuruşanda o döyüşçülərin arasında nə yaxşı ki mən olmuşam və niyə də olmamalıyam. Sevinmirəm ona görə. Sevinmirəm ki onların arasında olmuşam. Kaş müharibə olmasaydı, kaş şəhidlərimiz ölməsəydilər, kaş əmin-amanlıq olardı, kaş bizim cənnət Ağdamımız, cənnət Kəlbəcərimiz, Şuşamız, Laçınımız gördüyüm kimi olardı. 90-cı ildə gördüyüm kimi. Amma elə değildi, elə olmadı və biz məcburiyyət yox, bir vicdan borcu deyim, bir başqa heç nə düşünə bilmirsən. Nə yaxşı ki dedim, mən onların arasında oldum. Ne yaxşı ki mən o qəhrəmanlardan 15 nəfəri şəxsən tanıdım. Burada Flora xanım iştirak edir. Mən onun yoldaşını Şirin Mirzəyevi mənimlə Gülvəz xanım düz səngərin başına qədər getdik. 1000 dəfə dedi gəlməsin qızlar, 1000 dəfə dedi gəlməsin. Biz dedik xeyr. Biz səngərdəki uşaqlara yardım aparmışıq və onlardan yazacağıq. Söhbət ondan getmir, bu bizim borcumuzdur. Ona görə vətən müharibəsi var. Şəhidlərimiz eynidir, qazilərimiz eynidir. Biz burada uduzmadıq, biz nəfəsimizi dərdik. Biz baxdıq başımıza nə gəlir, nə gəlmir. Ondan sonra və mən vallahi billahi deyirəm. Mən o 800 səhifəlik Vətən Səndən Keçmək Olmaz kitabımda bütün yazılarımı tutarırdım ki Qarabağ bizim olacaq, mən Qarabağa gedəcəm. Əgər bir yazımın altında o yoxdursa desinlər ki, Əntiqə bunu hamı deyir ki, sən belə yaman pafosla danışırsan, jurnalistə falansa dedim, xeyr. Biz Qarabağı görəcəyik, Qarabağı alacaq və nə yaxşı ki deyirəm, iştirak elədik və bunu gördük və zəfəri gördük. Mən ona görə bu zəfərdən yazı yaza bilmədim. Bu zəfərdən mən şəhidləri yox, qazilərimizi yazdım, sağ qalanları yazdım. Şəhidlərin qarşısında baş əyirən bunlar hamısı bir dənə qəhrəmandır. Gözəl bir dənə video görmüşdüm. Gözəl. 20 neçə saniyəlik bir videoydu. Türkçə. Bir yaşlı koca, genç yeniyetmə oğlanlara deyir ki siz həyatınızda canlı qəhrəman gördünüzmü? O yeniyetmələr heç bir ona cavab verə bilmir. Ben gördüm, binlercesini gördüm. Ben de gördüm, binlercesini gördüm. Şirin Mirzəyevi sağlığında gördüm. Elman Hüseynovu ancaq hələ milli qəhrəmanları deyirəm ha. Sağlığında gördüm, Əliyar Əliyevi sağlığında gördüm. Çingizi sağlığında gördüm. 15 nəfəri, qalanlarını demirəm. Belə. İndi vaxtınızı çox almaq istəmirəm. Və o qəhrəmanlardan ən belə, yenə də deyirəm, hanı Ayda xanım? Ayda xanım gedib gözüm qabağındadır. Gör nə qədər həyəcanlanmışam ki sizi görmürəm. Yəni Ayda xanım həqiqətən də canlı qəhrəman görmək istəyirsinizsə, sabah gələcək nəslə danışmaq istəyirsinizsə, Ayda xanımın qoluna girin, şəkil çəkdirin. Ayda xanımdan nə qədər çox istəsəz bilgi almağa çalışın. Hər nəfəsi, hər sözü bütün müharibə haqqındadır. Bir dəfə müharibədən bir film çəkmişdi bizim uşaqlar. Mən də yazdım, status koydum. Uzun illər prokurorluqda işlədiyim için statuslarıma elə prokurorlardan biri 100'ü, 200'ü, 300'ü baxır. Qusarın prokuroru Nərman yazdı. Dedim Nərman biraz zəif ola bilər o film. Amma dedim bax o filmə. Füzulidən yazmışlar, o qəhrəman oğlanla film çəkmişdi. Dedi Əntiqə xanım, əgər Qarabağdan biri əl telefonuyla dumanlı havada, görünməz havada bir bu boyda 3 dəqiqəlik bir dənə film çəkirsə,
O da bizim tariximizdir. Onu da alqışlamaq lazımdır. İndi vaxtınızı çox almaq istəmirəm. Nəyə gəlirəm? O canlı qəhrəmanlardan birini də sizə tanıtmaq istəyirəm. O bizim Səngərdə vuruşub 90-cı illərdə tələbə ikən və vuruşduğu günləri saat basaat, gün və gün yazan Etibar Muradxanlı. Mən Etibarı Qırğızstana gələndə tanıdım. Mən bunu deməyə borcumdur mənim, deməyə bilməzdim. Qırğızstana gələndə tanıdım və Etibar mənə dedi ki, Əntiqə xanım, mənim 5 kitabım var. Bunları sizə indi verim, yoxsa Bakıya çatanda. Yük olar sizə. Dedim, yük olmaz, ver mənə. Həyatımda birinci dəfə o 5 kitabı bir ayın içərisində oxuyub, dedim, Etibar, sən nə yaratmışsan? Sən tariximizin hansı, yəni uşağın adını yazır, tarix fakültəsi 3-cü kurs filan kəs. Nələr edib, nələr eləməyib, indi Etibar. Nə demək istəyirəm? Niyə o kitabdan söz açmaq istəyirəm? Burada bütün Türk xalqlarından nümayəndələr var və mən bu dəqiqə Etibardan danışım. Mən deməli, Etibar bir dənə kitab başlayıb, Yeganə Azərbaycan